Niyyət və beyin. Olmadı ya sən ki, elə dirənmirsən, niyyət ara, beyin ara, sən nə danışsan, bu girinç qoymusan məni. Deyirəm ki, niyyət və beyin. İndi gəl başa sal da. Bunu mən necə işığa çıxardım? Başa salmaq istəyirəm, çəkmək istəyirəm ki, gəl bala çıxaq işığa, gəlmək istəmir. Bəli, niyyət və beyin. Niyyət Tanrıya deyil, beyinə deyilir. Çünki dəyişən dünya deyil, sənin diqqətindir. Niyyət isə diqqətə istiqamət verən, diqqətə başla əmri verən, onu yönləndirən bir əmrdir. İndi baxaq niyyətin beyinlə əlaqələrinə. Psixologiyada niyyət nədir? Niyyət insanın şuurlu məqsədi, daxili qərarı və davranış istiqamətini əvvəlcədən müəyyən etməsi deməkdir. Yəni, psixoloji dildə mən nə edəcəyimi və necə davranacağımı əvvəlcədən beynimə bildirirəm. Psixologiyada niyyət 5 əsas şeyi ifadə edir. 1. Qərar vəziyyəti. Niyyət tərəddüd halının bitdiyini göstərir. Tərəddüd enerji itkisidir. Niyyət enerji axını. Beyin üçün bu mesajdır. Variantlar bitdi. Bir yol seçildi. 2. Diqqətin istiqamətləndirilməsi. Psixologiyada diqqət ən bahalı resursdur. Niyyət diqqəti bir nöqtəyə kilidləyir. Beynin lazımsız məlumat süzgəcini dəyişir. Ona görə niyyətdən sonra eyni şeylər gözə daha çox görünür. 3. Davranışa hazırlıq. Niyyət beynin hazırlıq rejimidir. Bu mərhələdə motor planlama, emosional tənzimləmə, reflekslərin uyğunlaşdırılması başlayır. İnsan hələ etməsə də beyin artıq etməyə hazırdır. 4. Şuuraltına tapşırıq. Şuuraltı məqsəd anlamır, istiqamət anlayır. Niyyət şuuraltına bu istiqamətdə işləyəcəksən deyir. Təsadüfi davranışları azaldır, vərdiş formalaşmasını sürətləndirir. Bu səbəbdən psixologiyada deyilir, davranış niyyətdən əvvəl doğulur. 5. Mənliklə uyğunlaşma. Niyyət insanın mən kiməm sualına verdiyi cavabla bağlıdır. Məsələn, mən sakit insanam, mən öyrənən adamam. Bu niyyət şəxsiyyətə uyğun davranışları gücləndirir. Zid davranışları isə zəiflədir. Beyin özünü ziddiyyətə salmaq istəmir. Psixologiyada qısa tərif, elmi dillər. Niyyət davranışı formalaşdıran şuurlu, kognitiv hazırlıq halıdır. Niyyət davranışı formalaşdıran şuurlu, kognitiv hazırlıq halıdır. Psixologiyada niyyət dua deyil, xahiş deyil, gözləmə deyil, aktiv daxili əmrdir. Yəni, baş verərəm yox, mən belə hərəkət edəcəyəm. Niyyət Tanrıya deyil, niyyət beyinə deyilir. Psixologiyada niyyət insanın özünə verdiyi əmrdir. Başla əmridir. Bəli, niyyət yuxarılarda bir yerlərə yox, içəriyə olan bir şeydir. Hər şey səndən başlayır, hər şey səndə bitir. Ya özünü tanı, özünü kəşf et, hər şeyə yenidən başla, ya da ki, başqalarının həyat hekayəsində bir obrazda, bir rolda yaşamağa davam et. Uğurlar.